Salamlayıram bütün təsərrüfat sahiblərini, inkubator əvəzkarlarını. Gördüyünüz kimi yenə inkubatorumuzu yığmışıq, yeni model inkubatorumuzdur. Deməli, inkubatorumuz hal-hazırda işlək vəziyyətdədir. İnkubator tam avtomatik rejimdə işləyir. Deməli, artıq bu inkubator haqqında bir neçə video paylaşmışam. Bu Adil Ustanın yeni model inkubatorudur. Yeni icadıdır. Deməli, vuruş və çıxış. İnkubatorda deməli, yumurtaları vurarkən bu hissədə vurursan, öz rejimi, öz kontrolləri tərəfindən idarə olunur, tam avtomatik rejimdə işləyir. Bu tərəf isə çıxış, yəni düzələr çıxmağa başlayanda çıxardıb vurursan burada isə çıxışı verirsən rahat şəkildə. Demək gördüyünüz kimi latoklarımız tam zavodskoy, orijinal latoklardır və 828 tutumlu inkubatordur. Yəni bu hissədə 828 toyuq, 828 ədəd də ördək yumurtası rahat şəkildə bu latoklara vura bilərsən. İstəsən latokları dəyişib, məsəl üçün 575 qaz, 575 də Hind quşu yumurtası vura bilərsən rahat şəkildə. Düzələr də çıxmağa başlayarkən, yəni bu inkubator da etapla da vura bilərsən. Qarışıq vur, etapla vur, az vur, fərqi yoxdur. Deyək ki, söhbət o deyil ki, 828 yumurta tutursan, polunu doldurmalısan. İstəyirsən, bugün bir latok qoy, 3 gündən sonra gətir o birisi latok qoy, 3 gündən sonra gətir hinduşka, fərqi yoxdur. Bax, bu sözü mən deyirəm, fərqi yoxdur. Girib videolarımızda da baxa bilərsiniz. 10 il bundan qabaq mən o spitaniyədən keçirtmişəm, özümdə çıxartmışam, rahat şəkildə videolarım var, müştərilərim də var, rahat işləyirlər. Yəni etapla, qarışıq, nə cür istəyirsən vura bilərsən, çünki çıxış aparatım var. Baxın, çıxış aparatımız da tam zavodskoy latoklarla yığılıbdır. Bu da tam avtomat rejimdə işləyir. Bax, görürsünüz, hamısı qaydasında, bez problem, rahat şəkildə. Bütün yumurtaları rahat şəkildə vura bilərsən, bez problem. İnkubatorluğumuz da göz qabağındadır. Yəni ki, müştəri elə bilir, bəlkə buna deyəndə toyuq yumurtaları, söhbət o deyil, yəni tək bura toyuq yox. Latokları dəyişməklə ürəyin istədiyin yumurtanı vura bilərsən. Bundan qabaq bunun videosunu paylaşmışdım mən. Müştəri bizdən qaz hinduşka üçün istəmişdi. Çünki hinduşka yumurtaları var idi, onları vuracaqdı. Latokları biz hinduşka ilə vermişdik, hələ göndərməmişik. Demək, çox güman ki, sabah müştərimiz götürəcək. Görürsünüz, bax, hədiyyələrin zaten hamısı içindədir, yığmışıq hamısını. Bu da bunun hinduşka latokları. Görürsünüz, hamısı qaydasındadır. Biz bir aparatı bir dəfə çəkiliş eləyirik. İkincisinə, üçüncüsünə ehtiyac yoxdur. Sağdan çəkim, soldan çəkim. Bu mənim icadımdır onsuz da. Bunu Adil Usta yığıb, Azərbaycanda 7K inkubator. Ümumiyyətlə, mənim inkubatorlarım Azərbaycanda 1 nömrədir. Ondan o izası yoxdur. Yoxdur. Bax, ikisi də işlək vəziyyətdədir. Hal-hazırda gördüyünüz kimi. Baxın da, dərəcələr də baxın, hələ proqramlaşdırılmayıb. Bax, 8.7, 64 nəmişlik göstərir hal-hazırda içində. 8.7, 63 göstərir hal-hazırda içində. Və mən oyun oynamıram. Baxın. Yəni, baxın, kalibrovkaları göstərin. Bir dən elə bilərsiniz, bəlkə bir-birinə uyğunlaşdırmışam. Bəziləri var da, bax, görürsünüz. Bax, göstərirəm burada sizə. Baxın, heç biri, görürsünüz, ikisi də sıfır vəziyyətindədir. Mən, qardaş, iş görürəm, mən sənətkaram, mən ustayam, mən profesional ustayam, mən dübitel deyirəm, mən oyuncaq düzətmirəm burada. Mən, bu sənət əsəridir, mən iş görürəm, bu mənim icadımdır. Mənim üçün bunlar hamısı oyuncaqdırlar. Görürsünüz, baxın. Görürsünüz, sıfır kalibrovkada, yəni kalibrovka olunmayıb, sıfır kalibrovkada. Zavod necə gəlib, o formadadır. Heç biri bir-birinə uyğunlaşdırmamışam. Bir dən sizi alladarlar, ay müştərilər, bax bilin. Bundan 10 dənəsini yan-yana qoyub, bir-birinə kalibrovka eləyib, eyni dərəcə göstərə bilərlər. Mən videoda göstərdim ki, baxın, sıfır. Yəni, bu proqramlaşdırılmayıb. Görün, mən bunu proqramlaşdırsam sonra, bir dənə fərq yoxdur. Qoşa kamerada, heç bir kamerada bir dənə fərq yoxdur. Halbuki bunun içində heç bu dəqiqə su sistemi yoxdur ki, nəmlənmə olsun. Amma baxın, 64%, 63% nəmişlik, 8.7, 8.7 istiliklər. Konkret yerindədir. Zakazlarımız da çoxdur, istəyən olsa əlaqə saxlasın. Bunlar da bizim, bax, inkubatorun su kanistridir, şılanqıdır. Bu da çıxış aparatının su kanistri, şılanqıdır. Bunlar da hədiyyələrimizdir. 2 ədəd cücələr üçün su qabıdır, 1 ədəd yem qabıdır. Bütün inkubatorların üstündə hədiyyə veririk. Kim də istəsə əlaqə saxlasın. Bu bir dənə peçat malıdır, peçat. İdeya məndə bilsən nədir? Çoxdur ha. Mən çünki profesional ustayam. Mən yenə deyirəm, oradan buradan nəsə öyrənmirəm. Mən gecə səhərə qədər otururam, fikirləşirəm.
fikirləşirəm ki, nəyi necə eləmək lazımdır, nəyi necə düzəltmək lazımdır. İnkubatorlarımız da bizim tam avtomatik rejimdə işləyir, mexaniki heç nə yoxdur. Yumurtaların çevrilməsidir, çalxalanması deyirsiniz, sonra nəmləndirilməsidir, suyun avtomatik getməsidir, axlaj liniyasıdır, havalandırmasıdır, çöldən lazım olan oksigenin lazım olan vaxtlarda inkubatorun daxilinə verilməsidir. Hamısı kontroller tərəfindən idarə olunur, hamısı. Və hədiyyələrimiz üstündə həmçinin çıxış aparatı tam avtomatik rejimdə işləyir, tam. Mexaniki heç nə yoxdur. Mənə nə sosial şəbəkələrdə, nə də ki zənginən mexaniki soruşmayın. Yəni bizdə mexaniki heç nə yoxdur. Pol avtomat deyirsiniz, nə bilim nə deyir. Bizdə elə şey yoxdur. Hamısı tam avtomatik rejimdə. Zakazlardakı var, ta vurğulamağa ehtiyac yoxdur. İnşallah ki yığıldıqca paylaşacağım, baxarsınız. Allah hər kəsin malına bərəkət versin. Kim də belə gözəl inkubatorlar istəyirsə, əlaqə saxlayın. Bax bu qızıl əllər, bax belə gözəl işlər görür. Görürsünüz, bu mənim icadımdır. 2025-in Petsat icadı. Bu getdi. Bu qardaş damğadır. Bax bunu vurmuşam Petsatını. Bax möhür vurulur, möhür. Apar qoy. Nə qədər yaşayıramsa mən bu inkubator işləyəcək. İnşallah ki Allahın köməkliyi ilə. 85-lərə bax, yaranı deyir burada. Fikir verin. Əlaqə saxlayın, əlaqə nömrələrimiz buradadır. 24 saat telefonum aktivdir. Kim də istəyirsə belə inkubatorlar əlaqə saxlayın Adil Usta ilə.